Azərbaycanda bir neçə gündür Lokko deyilən kənd gündəm olubdur və həmin uşağı artıq bir çox yerlərdə reklama çağırırlar. Uşağı çox məşhurlaşdırıblar. Sıradan bir ailənin övladıdır, indi uşağın gəlirləri sürətli artır. Bugün Daxili İşlər Nazirliyində bu uşağı müzakirə ediblər. Nazirə Vilayət Eyvazova məruzə olunub bu uşaq. Həmin oğlan nəzarətə götürülüb. Onun bir neçə günə nazirliyə banditizmə çağrılacağı, qazancının 80%-ni Daxili İşlər Nazirliyi banditizm ələ keçirəcəyi artıq qərara alınıbdır. Haram yeyənlər yığışıb başına. Baxa görün kimdir bu? Təpəsi Lokko, harda anası qəhbə var, harda bacısının başını tutmaq istəyən var, harda atasını tanımayan var, çıxardırlar ortaya. Lokko, yox bir mənim şeyimin başını gözünü yelləməyinə var. Bir qrup sümsük populyar eləyir, Daxili İşlər Nazirliyi də banditizmədə belə bir şey lazımdır, faydalanır. Hey sər köpək ol, Lokko, ananın ağzına Lokko. Siz köpək uşağı harda parmaqdan əmələ gələn var Azərbaycanda çıxır. Lokko, bomba oğlan bir şey bu. Göt oğlu, göt. Lokko sevən ananızın ağzına elə, Lokkoya nifrət eləyənlər versin sizin ana başınızın ağzına. Buna bak. Bunun sifəti mamışa oxşuyur. Bundan da gözəl, bundan da sifəti, bundan da belə imici, performansı daha üstün səviyyəli olanlar eləyə bilər bunu. Lokko, ananın qəhbənin balası. Sizin var yoxunuzun ağzına geyindirmir. Lokko sevənlər, qırıq sevənlər, qəhbə balaları qəhbə. Baxmağa uğraş tapırsınız, bir vaxt var idi Adəmin daşçağından öpürdünüz uğraş yığını uğraş. Qəhbə yığını qəhbə. Bir şey fikirləşməlisiniz siz namusumuz ayaqlar altında. Vətənimizi, xalqımızı zorlayan bu Əliyev rejimini rədd eləməliyik. Ya sən Lokko, ya başqın yavru, anana geyindirən, barmağa oynayan göt verənlər. Mən burada danışıram, mənə 3000 adam baxır. Baboş yemək yiyir, sıçmağa tualetdə oturur, 9000, 10.000 adam baxır. Mən dedim, xalqın 70%, 80% göt verəndir. İnanmırsınız. Şernovski, qoyun derdi, Heydər Əliyevin qoyunu var 8 milyon, 9 milyon. Bunları qınamıram, biri çıxmışdı, kutu, milyard adam bax, deyə ona, kutuya. Valla bu dünyanın bu iğnədən sonra oldu, bu əsasda bu. İğnədən sonra hamısı göt verən oldu bu millət. Akşam evinə gəl çörək ala bilmir, sabah çörək ala bilmir, anasının ağzından sperma tökülə, müdürün altından yatıb gəlir. Lokko'nun da anasının nəslini qoyacam ortaya sənin də. Cındır oğlu cındır. Bir ara Tolikin götünü yalayırdılar. Sonra keçdilər Bayram Nurlunun götünü yalamağa. Sonra keçdilər Babuşun götünü yalamağa. Sonra kutuya. Sonra keçdilər nə bilim, nə poxa, nə psürə. Bəs döysün özümə, qəhbə yığın qəhbə. İlham Əliyevlə də bir-iki il irəli geçsək, hamınızın lülüşümüz durmayacaq, petuk olacaqsın. İşəmək üçün lazım olacaq o. Bir yolla onun kəs yerinə işlem tapır. Bir dənə Bakıda bir tapmayacaqsınız oğlunuzu evləndirməyə, qızınızı ərə verməyə bir dənə oğlan tapmayacaqsınız. Lokkolarla başınızı alladırlar. Əlinizə bir şirin muş verib ananızı dombadıb qayırırlar.